Hamı düşünür ki, məhz onun sənəti daha çətin, daha məsuliyyətlidir. Əslində bütün sənətlər həm çətin, həm də maraqlıdır. İlk baxışdan adi görünən elə sənətlər var ki, neçə-neçə insanlara sevinç bəxş edir. Amma bu sənət sahibləri tezliklə yaddan çıxırlar. Bəlkə bu səbəbdəndir ki, belə sənətlərin arxasınca gedənlər də, gedib məşhurlaşanlar da barmaqla sayılır. İndi biz onlardan birinin sirli, sehirli dünyasını səyahət edəcəyik. Söhbət uşaqlıq günlərimizin sevimlisi olan klonlardan və klonada sənətindən gedir. Maraqlıdır, səhnədə bu qədər parlaq, rəngarəng və şən görünən klonlar pərdə arxasına keçəndə necə olurlar? Klon aləmi tamam başqa bir aləmdir. Mən aktyoram. Klon amma özü böyük bir sənətdir. Aktyorla klon arasında böyük bir fərq var. Azərbaycanda klon sənəti inkişaf eləməyib. Yəni yoxdur demək olar ki. Sadəcə olaraq biz aktyorlar klon obrazına girmişik. Səhnənin arxasında klon bir o qədər maraqlı olmur. Çünki indi bu dəqiqə mən özüm nə dərəcədə əzab çəkim, onu bəlkə də siz istəyirləmirsiniz. Mən aktyor kimi heç fikirləşməzdim ki, mən nə olsa klon ola bilərəm. İndi də belə götürəndə mən özümdən razı deyiləm. Mən demirəm ki, mən klonam. Yəni mənim klona deyə gəlməyimin səbəbi aktyorluqdur. Yəni aktyorluqda mən gəlmişəm klona deyə. Əsl klonun, yəni sirk klonun bacardığının demək olar ki, onda birini heç bacarmıram. İndiki halımda. Düzdür, mən bilsəm ki, tutaq ki, mən artıq bu mənim, klona da mənim həyatımdır. Əgər mən klona deyə bu aspektdən yanaşsam, bəli, mən çox nailiyyətlər əldə edə bilərəm. Klon bilməlidir akrobatika. Yəni, klon bacarmalıdır janglyorluğu. Klon bacarmalıdır illüziyanı, fokusu. Sirkdə arenaya fikir versəz, heç bir divar yoxdur. Yumru dairə və aktyor ortada. Yəni bunun üçün heç bir dairə, heç bir sərhəd deyilən bir şey yoxdur. Birbaşa mən aktyor və sən tamaşaçı var. Hər bir səhnəci personajına görə, xarakterinə görə, biz xarakterlər tapırıq. Bizdə xarakterlər daxil. Və xarakterə görə biz o qrim eləyirik. Bizdə 3 tip var. Yaxşı var, ağlayan var, bir də ki, dəcəl var bizdə bir dənə. Dəcəli də oynayıram, ağıllığını oynayıram. Ən çox mən ağlayan oynayıram. Ağlayan klon daha mənə yaxındır. Mənim nəyə görəsə mənim xarakterimə daha yaxın. Klonlar tipdir. Cavanın cavan tipi var, yaşlının yaşlı tipi var.
Baxaq Karandaşa, Nikulinə. Karandaş gör neçə yaşında klonluq eləyib. Tip tapmışdı da özünə balaca iti var idi yanında. Qarın zad belə oynayırdı. Heç kim demir ki bu qozadır. Əgər aktyora bir dəfə, iki dəfə, üç dəfə çıxırsa, deyirlərsə yox bu qocalıb, klon aktyorundan gedir söhbət. Elə adi aktyordan da deyir. Deməli onun səhvidir, işləmir. Ən azından mimika ilə işləmək olar. Mimika da yoxsa əllə işləmək olar. Yəni hansısa bir elementlə işləmək olar. Yəni fantaziya varsa, deməli aktyor da var, klon var. Bu dəqiqə elə bir zamanədir ki, balaca bir uşağın hər bir şeydən xəbəri var. İnternetdən də, klonlardan da, hər bir şeydən. O bilir ki, bu maskanın altındakı adi bir Samir gizlənib. Adi bir şeydir. O oynadığı səhnəciklər də adi bir şeydir. Biz ondan qorxuruq ki, onlar o bizim maskanın altdan bizi görərlər və onu adi bir şey kimi qəbul edərlər. Klonlar gəliblər ki, səhnəciklərini göstərməyə, yəni ki, məzəli səhnəciklərdir. Əgər o məzəli səhnəciyə cəmaatın heç bir reaksiyası olmursa, o doğrudan bədbəxtçilikdir. Fikir vermişsiniz də, yəni sirkdə tamaşaçıları çıxardılar, gətirirlər. Elə bir hərəkət edirlər ki, hamı gülür, amma tamaşaçının da xətrinə dəymir. Tamaşaçını əvvəldən hazırlamaq lazımdır. Klona böyük adam kimi baxmaq mümkün deyil. Çünki onun hərəkətləri körpədir. Onun mimikası körpə, uşaq mimikası, küsməyi, ağlamağı. Klon sözü bizim dilimizə oyunbaz, təlxə kimi tərcümə olunur. Deyilənə görə, bu sənətin əsası şərqdə saray təlxəkləri tərəfindən qoyulub. Sonralar bu ənənə qərb karnavallarına da yol tapıb. İlk klon nömrələri Fransada və İngiltərədə nümayiş olunub. O zaman klonlar səhnəyə tək çıxardılar. Bir qədər sonra onlar duet, trio və qrup şəklində çıxış etməyə başladılar. Ağ və sarı klon tipajları meydana gəldi. Ağ klonlar qəhrəman, qalib, sarı klonlar isə məzlum edilər. Sonralar klonada inkişaf edərək müəyyən istiqamətlərə ayrıldı. Mim klonada, musiqili klonada və sözlü klonada. Daha sonra sirk, səhnə, küçə və festival klonları anlayışları yarandı. Səhnə klonları sirkdən kənarda fəaliyyət göstərirdilər. Sirk klonları isə nömrələrarası boşluğu doldurmaq üçün manyeja çıxırdılar. Bu zaman tamaşaçıların diqqəti klonlarda olduğundan səhnədəki rekvizitlər də dəyişdirilirdi. Lakin zaman keçdikcə bu sənətə tamaşaçı marağı artdığı üçün klonlar müstəqil çıxış etməyə başladılar. Ben 83-85-ci illərdə hərbi xidmətdə olanda orada təsadüfən bir klon səhnəciyinə baxdım və orada ideya yaranmışdı məndə ki, mən klonadanı sirkdən teatr səhnəsinə köçürüm. Və bu ideya ilə təxminən 13 il yaşadım. 13 il, yəni bu ideyanı öz içimdə təkmilləşdirdim, sığalladım, rəndələdim, belə deyək. Axırda Körpəm Eksperimental Uşaq Teatrının nəzdində belə bir truppa yaratdıq. Professional klonlar bitkin böyük bir süjet ətrafında işləməyə bacarmalıdırlar. Yəni, xarakter nümayiş etdirməyə bacarmalıdırlar.
hansısa hadisənin, hansısa hərəkətin şarj formasında çatdırmalıdır ən azı. Biraz geniş şəkildə çatdırmalıdır. Sevərək çatdırmalıdır. Zalda oturan tamaşaçı heç nəyə baxmadan deyir, gülür. Sadəcə gülür. Heç olmasa yarım saatdan, bir saatdan sonra fikirləşir ki, axı mən niyə gülürdüm? Nəyə gülürdüm? Klounada ilə çox şey demək mümkündür adamlara, cəmaata. Yəni, heç nədən nəsə yaratmaq mümkündür. Heç nədən enerji almaq mümkündür. Nə dərəcədə gərək sadə olasan ki, bütün qocalı, cavanlı, uşaqlı, yəni məğlub olmağa daim hazır ola bilən bir kəslərdir bu. Yəni, məğlub olmaqdan həzz ala bilən, tək qarşıdakı adamın gərginliyini götürsün. Dünya klounada sənətində rus klounlarının əhəmiyyətli yeri olub. Antonov, Bartinev, Alperov, Durov və başqaları ilk rus klounlar kimi tanınıblar. Sonralar Oleg Popov, Rumyantsev Karandaş, Nikulin, Şudin kimi sənətkarlar yetişib xalqın məhəbbətini qazanıblar. Макану? О, это надо еще намага. Это вот ханавачка намага, это надо кино. Кино. Это я буду кино. Знаю. Это кино, это любовь. Любовь? А чё ты это-то такое? Дудочка! Вот так! Azərbaycanın ilk sirk klonları Şulu və Qulu ləqəbi ilə tanınan Qasım Məlikov və Kamal Abdullayev olublar. Onların səhnə ömrü ötən əsrin 40-70-ci illərinə təsadüf edir. Daha sonra Kişmiş ləqəbi ilə məşhurlaşan İsrafil Qasımov səhnə klonu kimi fəaliyyət göstərirdi. Təəssüf ki, ötən əsrin 90-cı illərindən etibarən Azərbaycanın professional klonada sənəti təşəkkül tapmamış öz fəaliyyətini dayandırdı. Yalnız səhnədə olan azsaylı klonların hesabına bugün biz klonada sənətini unutmamışıq. Bugün Azərbaycanda fəaliyyət göstərən klonların səhnə taleyi təzadlarla doludur. Onlardan bəxti gətirib atsan qazananları az, bəxti gətirməyib qıraqda qalanları isə çoxdur. Mən Şəmkir rayonunda İşləbə kəndində boya başa çatıb orta məktəbi də qurtarmışam. 11-ci sinifi qutarana qədər mənim gülməyim səhnəçilərim olub. Kənd məni bir komik kimi tanıyıblar. Sonra da əskər estradasında gülməli səhnəçilər və akrobatik hərəkətlər edirdim. Mən onda heç bilmirdim, Moskvada sirk var, sirki oxumaq lazımdır. Komandirim mənim hərəkətlərimi görüb gülüb deyirdi ki, səni mən bir kloun kimi görürəm. Sənə xasiyyətnamə zad, nə lazımdır verəcəm, qramota zad verəcəm. Sən gedinən Moskvada sirk məktəbi var, ona qəbul ol. Mən Bakıya getdim. Bakıda işə girdim, betonlu zavodda işləyirdim. Bir də gördüm Bakı sirkində elan var. Kim Moskvada oxumaq istəyir, gəlsin burada konkurs var. O cümlədən mən də getdim. Gedəndə gördüm haradasa bir 40-50 nəfər
cühud uşaqları, erməni, rus, başqa xalqlar. Ancaq bizim Azərbaycanın heç kim yoxdur. Sirkin direktoru Voloshin adında adam idi, o seçilmiş uşaqlar içindən. Mən hərəkət edəndən sonra Voloshin dedi ki, onlara, uşaqlar, bizə belə uşaq lazımdır. Sirk hərəkəti sevir. Qalmışdıq biz 30 uşaq, 30-dan 15-i seçilməliydi. Mən də rus dilini zəif bildiyimə görə Pushkinin Zimni Veser xatirəsini danışanda bunlar köyrəlməlidir. Mən bunu elə dedim ki, bunlar gülməkdən yıxıldılar. Orada radio ilə deyirlərdi adları, kimin adı çəkilirdi qalır, kim çəkilmirdi, значит kəsilib. Birinci dedilər adım yoxdur, ikinci dedilər adım yoxdur. Ta 14 dedilər adım yoxdur. Birdən 15 Salov Adil, daha o sevinci mən təsəvvür eləmirəm, sözdən deyiləsi deyil. Akazca mənim üstümdə komissiya möhkəm spor aparırlar. Deyirlər ki, bu rus dilini bilmir. Nikulin deyir, Vyetnamdan neçə nəfər gəlib? Deyirlər, 25 nəfər qəbuldur. Deyir, elə bir 26 qəbul edirsiniz də, bu da niyə Vyetnamlıdır? Ama bunun istidadı var. Klon nədir? Klon bizim dildə məsəkəci. Lap keçmiş aləmdə keçə papaq deyiblər. Bu adam bəyə də zarafat elə bilər, şaha da zarafat elə bilər. Bunun zarafatından heç kim incinməlidir. Amma rus dilində klon plastak, yəni sadə, klon sadə olmasa, xalqı hiss eləməsə, uşağı, əsasən bizim sənətimiz uşaq üçündür. Nikulinin bir kəlamı mənim yadımda qaldı. Dedi, 2 kilo ət alaq. 1 kilonu verək bir qadına, 1 kilonu da verək bir qadına. Qadının biri bunu o qədər gözəl pişirir ki, əllərini yeyirsən, o bir qadını da heç əmzinə gətirmirsən. Baş da elədi, dedi. Aktyor dedi, o qədər sənətinə inanmalıdır. Dediyini, tutduğunu o qədər pişirməlidir ki, o duzlu çıxsın. Özün onu duzlu çıxardandan sonra sənin tamaşaçı qəbul edəcək. Həmişə yaxşı bir aktyor olacaq. Yoxsa aləm bir-birinə qatacaqsa, o biri pişmiş kimi səndən heç nə olmayacaq. Bax belə. Bizim Respublikadan birinci dəfə Klonada fakültəsinə düşən şəxs mən idim. Yenə mən əvvəlində dedim də, mənim hərəkətlərim, mənim tutduğum reprizlər təbii idi. Mən dövlət imtahanında xoruzu ləzinki oynatdım. Mən dəf çaldım, xoruzu oynadı. Bu çox yaxşı qarşılandı. Nəyə görə? Mən Qafqaz adamıydım. Rusiyada Qafqaz adamı, necə deyim, Niyabiçin hərəkəti daha gülməli olurdu. Birdən elan verirdi ki, artist soluncusu Azərbaycana, klon Adil Salakov, Pituh Tansuyut Lazginka. Hələ biz nə xor çıxmamış, nə mən çıxmamış, cəmaat uca birəl gülürdü. Məni Moskvada saxlayırlardı. Çünki mən nasional kadr kimi daha yaxşı idi. Mən də tək qutardığıma görə öz respublikama qulluq eləmək üçün mən azad təyinat aldım. Azad təyinatla gəldim Bakıya. Məni götürdü Filarmoniyanın solisti, yəni gülməli səhnəciklərin solisti. Mən aldığım pulu kiraya verəndə yemək az olurdu, paltara verəndə kirayəni verə bilmirdim. O üçün mənim sadəcə olaraq işləməməm yoxsulluğun ucundan oldu. Sirk göstərmirlər, mən baxa bilmirəm. Mənə ağırdı. Yanırsınız, mən sirkə gedə bilmirəm. Mən yenə də yaşayıram o sirkdən, yenə də o hərəkətlərdən. Nə olaraq təəssüflər olsun ki, belə alır da, alınanda nə edə bilərsin? Attende invano che torni al nido, che andò lontano ogni
ogni fior del mio giardino sullo stelo s'è reclinato ed ascolta intimidito la tua favola corrata sopra i rami del gran pino del tuo nido dimenticato so d'essere disperato il richiamo era partito. Mən çox təəssüf edirəm ki, bizim sirkimizin cəm bircə nəfər aktyoru var, mən bilənim. Yəni o da klon deyil. Yəni illüziya ilə bağlı bir aktyor var. Nəyə görə bizim ölkəmizə gəlməlidir Moskvanın klonları, nəyə görə gəlməlidir Gürcüstanın və yaxud da İtaliyanın falan yer. Düzdür, gəlməkləri yaxşıdır. Bunun özü böyük sevincdir, böyük fərəhdir. Yəni hər dəfə eyni klonlara da baxmaq olmur. Amma nəyə görə bizim öz ölkəmizin klonları olmasın? Sabahların birində kimsə çıxacaq və klonadanı peşəkar səviyyədə təqdim eləməyə cəhd edəcək. Bu mütləq olacaq. İnşallah böyük səhnələrdə görüşmək ümidi ilə. Tronto ci sento amico del mio rimpianto. Klonada sənətinin öz özəllikləri var. Klonlar düşünməyi bacarmalıdırlar. Səhnədə onların geyimlərindən, grimlərindən tutmuş hərəkətlərinədək hər şey məntiqə əlaqələndirilməlidir. Gülməli səhnəciklər isə mənalı, lakonik olmalı və gözlənilməz sonluqla nəticələnməlidir. Bunun üçün klonlar professional aktyor olmalı və səhnəcikləri özləri düşünüb qurmalıdırlar. Lakin əsl klon üçün bunlar da kifayət deyil. Belə ki, hələ klassik klonlar janglyor, akrobat, illüziyaçı, ekviliber kimi sirk artistlərinin işlərindən də baş çıxarmalı idilər. Elə bu cəhətlərinə görə klonada sintetik sənət hesab olunur. Lakin müasir klonların səhnə davranışları çox fərqlidir. Bəlkə də ona görə ki, indi klonların səhnə həyatı tamaşaçıların gülüşləri qədər tez bitib tükənir. Klonlara inanan, böyüyəndə klon olmaq istəyən uşaqlar isə demək olar ki, yoxdur. Выходят на арену силачи, не ведая, что в жизни есть печаль. Они подковы гнут, как калачи, и цепи рвут движением плеча. И рукоплещет восхищенный зал, и на арену к ним летят цветы.